ki, kartımı ver, deyir, o kartı buna qaytarmalısan. Təkcə bu deyil, onun kimisi çoxdur. Bu dəqiqə götürüb aparıb böyrəyimi satsalar, yəni heç kimə xəbər olmayacaq. Bura. No, okey, qoymadı. Bangkokda olan Bangkokda qalır deyərəkdən burada hər cür günaha bata bilərsiniz. Allah, qiyamət günüdür bu. Mən niyə bunu elədim ki? Gördüyünüz kimi heç də yaxşı. Salam əleykum, salam əleykum, salam əleykum. Hardayıq? Bangkokdayıq. Bangkokda, Taylandın paytaxtındayıq. Harada qalmışdıq? Davam eləyək, gəldik. Bu BTS-lə, BTS bunların elə bir ki, yerüstü metro xətti kimi bir şeydir. Bu BTS-lə gedək. Burada bir qəşəng bir park var. Oraya gedək. Bangkokun maraqlı yerlərindən biridir. Bu BTS-in qiymətləri də neçədir? Salad daying. Salad daying 32 baht. 34. 32 ค่ะ 32 baht. 32, okay. Thank you. Okay. ขอบคุณค่ะ Thank you. 47 Oldu 33. 32 bahtı. 32 bahtı nə qədər edir? Bahadır kardeş. Bunların metrosu falanı 5 imkanı çox bahadır. Entry buradan. 1 manat 61 manat 70 qəpik falan. Yəni bu BTS bunların elə bir yerüstü metrosudur. Belə bir şey. Geliyor gönlümün efendisi. Böyle bir pembe şey. Bir metro. Yerüstü metro. Çok pembe değil. Ama Pepsi'nin reklamı desən. Pepsi'nin reklamı böyle rəngliyiblər. Pepsi'nin reklamı. Yoksa yəqin ki, metronun özü bu renkdə deyil. Salad daying stansiyası gəldik. Burada buranın yaxınlığında bir dənə qəşəng park var. Görək nə parkdır adam. Atır için. O kartı da bir girişdə verir sənə. Çıxanda deyir ki, kartımı ver, deyir, o kartı buna qaytarmalısan. Yoxsa sən şöyle bırak. Bəli, Bangkoku New York olaraq götürsək, burada Bangkokun Central Parkı hesab olunan Lumpini Parkı. Gördüyünüz park təxminən 40 hektar əraziyə yayılmış bir parkdır. Amma Lumpini Parkında elə şeylər var ki, təbii ki, ondan Central Parkda yoxdur. Məsəl üçün, bu gördüyünüz şirin kərtənkələdən, gördüyünüz şirin uzumuzu bu kərtənkələ Lumpini Parkında, təkcə bu deyil, onun kimisi çoxdur. Lumpini Parkında tez-tez qarşımıza çıxan bir kərtənkələdir. Oyda, gölün içində nə qədər balıq var. Gölün içində balıq da çoxdur və bu kərtənkələ kardeş də belə qəşəng-qəşəng üzür. Şirin-şirin üzür. Çox iri balıqları var. Bu şirin kardeş, yəni başqa şey deyil, kərtənkələdir. Amma varan kərtənkələsi. Gördüyünüz üzüre, qaqam üzüre. Bu varan kərtənkələsidir və Tayland, biri də qorxutdun mənə, üzvə lənətsən. Ayağım altı necə çıxdı. Bu varan kərtənkələsi şeydə qabağıma çıxanda, bir də hardaydı? İndoneziyada İndoneziyada meydanda yemək yerdim, bir də gördüm, ayağımın altı ilənsə qaçdı. Təsəvvür edək ki, bunun 2 bu boyda olardı da, bəlkə daha böyüyü. Bu varan kərtənkələsindən. Ayağımın da bir necə qaçdı. Bütün aləm dəydi bir-birinə. Yəni orada gördüm, dedim, bunlar deməli burada çox olurlar və İndoneziya tez-tez rastıma çıxırdı. Taylandda da bir xeyli çoxdur gördüyünüz varan kərtənkələlərindən. Yəni, tüpürməyə yer tapdın,
Belə bir maraqlı park. Lumpini parkı, Lumpini. Amma mənə nə bilim, biraz daha Central Park mənə bu qədər belə təbii bir şey gəlməmişdi. Yəni Central Parkı mən çox da bəyənməmişdim aslında. Amma buranı bir xeyli bəyəndim. Bir xeyli. Burada da bir dənə varan. Ay sən nə qayırsan, ay varan? Ay varan. Ne başını ara salmışsan? Hani öyle büyük bir park olarak düşünürdüm ama o kadar da büyük bir park değil. Maraqlıdır, qəşəngdir ama yani Central Park'la bir müqayisə, yani böyüklük olarak müqayisə. Yani Central Park mənə biraz çok süni gəlir. Yani böyüklük olarak Central Park'la müqayisə belə etmək olmaz. Yani təxminən bir 6 dəfə falan Central Park buradan daha böyükdür. Ama dediğim kimi qəşəng maraqlı parkdır. Bangkokun mərkəzinə yaxın tapa biləcəyiniz ən ideal meşəli ərazi bura ola bilər. Başqa yerdə belə meşəli ərazi tapmaq çətin məsələdir. Allah, bunların şirinliyinə bax, bunların çox şirindiləri. Ama yani bu kərtənkələlərə toxunmağı falan beşməkən yəni çox düşünməyin. Çünki birincisi lazım deyil. Bu heyvanlar öz həyatlarını yaşasınlar. İkincisi də ki bunlar təhlükə qarşısında qalanda nə reaksiya verəcəkləri bilinmir. Dişləyə bilər, nə bilim. Onu eləyə bilər, bunu eləyə bilər. Amma yəni hamısından daha önəmlisi yəni heyvanlara çox da toxunmağın tərəfdarı deyiləm. Həyatların yaşasınlardı. Yəni təsəvvür edək ki, tək sən deyilsən də, yəni minlərlə insan var ki, yəni bu parka gələn, 10 minlərlə, yəni 100 minlərlə insan var ki, bu parka gəlir və hərəsi bir dəfə o heyvana toxunsa, o heyvan psixolojikasını düşün. Kardeşler burada nasıl oynuyorlar? Ne oynuyorlar bunlar burada? O futbol topu değil ha, oyna. Ne topudu? Futbol topu değil. Başka toptu. Bu Asyalılar da özümün futboldan başka her şey oynuyorlar. Aha. Aha, zulmunu. Bu futbol oyunu ümumiyyətlə Asiyalılara aid değil. Qəti şəkildə, yəni futbolun heç cürəsini bacarmırlar, heç cürəsini. Asiyalı futbolçular da yəni çox azdır. Yəni belə bir park əsasən bu dediyim kimi bu varan kərtənkələləri ilə məşhur olan parkdır. Lumpini parkı. Devam edək yolunda. Devam. Mən nə vaxtdandır belə bir şey görmürdüm. Yəni dayanacaqda bu şey nədir onun adı? Bu avtobuslar nə vaxt gələcəyini falan göstərən bir lövhə. Asiyada belə bir lövhə, aman Allah. Biz çox da o lövhələrə inanmırıq. Çünki Asiyada bu dəqiqlik söhbətinə qəti şey. Bəlkə Çində olar o. Yəni Asiyada bu dəqiqliyi heç bacarmırlar. Heç. Yəni bir şey 17:30 yazılıbsa bir 18:30'da gələr o. Burada yatma, dur yerində yat, soyuq olacaq. Əynini də qalın geyinməmişsən, nazik əynini. Əynini qalın. Bu arada bir məlumat daha verin bu şeylə bağlı. Bangkokla bağlı. Bangkokun adı əslində olduqca uzun adı var. Dünyanın ən uzun şəhər adı elə Bangkokdadır. Onun üçün də Bangkokun o qədər uzun-uzadıya adını səsləndirməmək üçün qısaldıqlar, amma əsl adı dediyim kimi çox uzundur. Yəni ona görə də yəni Bangkokun dəmir yoluna var. Bunda maraqlı dəmir yol xətti var. Və Bangkokun mərkəzində belə bir maraqlı dəmir yol xətti. Deyəsən bura istifadə olunur yoxsa yox, istifadə olunan oxşuyur. Hal-hazırda ümid edirəm ki, mən burada olan anda qatar gəlməz. Gəlirsə də gəlsin, keçsin üstündən canım tutar.
Yorulmayasınız kardeşler. Yox, yəqin ki qatar. Qatar olsa bu daya belənsə rahat-rahat oturmaz da, yox. Daima var, daima var, daima var. Karizmanın öz evladı. Burada yaşayanlar necə yaşayırlar ha, qatarın səsi ilə. Qatar hər keçəndə buradan, yəni təsəvvür edin necə tiksinirlər də bu yazıqlar. Yatma olmaz, kardeş. Vallahi yatma olmaz. Bu dəqiqə götürüb aparıb böyrəyimi satsalar, yəni heç kimə xəbər olmayacaq. Böyle balık tutmağa hazırlaşır kardeş. Yorulmayasın inşallah, yorulmayasın. Burada bunların... Aa, qorxdum he, nə qaçırsa nə dalımca. Hey! Belə. Qalxaq buranın Nana Plaza deyilən bir yer var. Gedək ora, gedək Nana Plaza'ya. Nana. Next station is Nana. Gidiyor. Nana. Nana buranın maraqlı bir yeridir. Gidiyor Nana'ya. Ay nə eybəcər pişiksən sən. Bu da buranın Nana meydanı bölgəsi. Neyse orası. Nana. Nana. Bir yer. Ama tabii ki burayla erişimimiz qabaqda bir yer var, orayla. Oğlumu hələ də tərk edə bilmirəm. Oğlum hələ də öldürür. Öldürür. Haydi. Çox adam var ha burada. Dəhşət çox adam var ha. Burada da belə günahkar işlər görürlər. Ama çox da günahkar deyil də, yəni deyir ki burada çəkməyin. Yəni çox günahkar olsaydı deyərdi çəkin. Belə çox pis işlər deyil də, belə pis işlərdir. Pis iş var, pis iş var. Bu bura. No. Okay. Qoymadı. İmkan vermədi çəkməyə. Gördün? Dedə, hara girirsən, çəkilirsən. Qoymadı. Böyük ehtimalın əlində kamera ilə onsuz deyəcək, içəriyə icazə verməyəcək. Girəməyəcək. Deyim kameranı bir yerə qoyum, elə gəlir. Qəlbinə bir şübhə salırlar ki, siz orada ne inirsiniz ki kameraya icazə vermirsiniz. Və adamın ürəyindən şübhə salırlar. Mən neysə, kameranı bir etibarı bir yerə qoyum, elə girim ora. Kamerası. Çıxanda deyərəm ne inirlər. Heç nə eləmirlər, heç nə eləmirlər. Elə adi bir şeydir, heç nə eləmirlər orada. Neyse, devam eləyək. Bu arada hal-hazırda olduğum bu küçədə Sukhumvit küçəsidir və bu Bangkokda mən düzdür, yəni başqa yerdə qalıram, amma yəni bu küçədə də yəni qalmaq olarmış. Bura Bangkokun belə deyim təkcə Bangkokun yox, Taylandın ən uzun küçələrindən bu Pattaya'ya qədər uzanır bu küçə, yəni o qədər uzun bir küçədir və buranın belə deyim əsas küçələrindən birisi hesab olunur, Sukhumvit küçəsi. Yəni bunun üzərində qalmaq daha məntiqli bir seçim ola bilər. Bilmirəm, bəlkə də yox, çünki bura çox sıxdır. Adam çoxdur burada. Yəni adam əlindən tərpənmək olmur. Və maşınların səsi falan beşməkan hədsiz çoxdur. Amma indi qaldığım yer biraz sakit yerdir. Biraz bir xeyli sakit yerdir. Bu qədər maşın falan yoxdur orada. Dediyim kimi Bangkokun Sukhumvit küçəsidir. Adam əlindən tərpənmək olmur, adam əlindən. Yox, sağ ol. Girək bir qurtum su alaq çək. Çox adam var, çox. Sənin canın yanmaz. Ağzına qarsan, niyə vurursan? Qardıma ətə vurdu.
Hə, və burada məşhur o nədir buranın adı? Soy Cowboy küçəsidir. Buranın o məşhur küçəsi. Soy Cowboy. Happy hour. Deyir ki, o günah zad deyirdim. O günahın belə dibi bu küçədə yaşanır. Soy Cowboy küçəsi. Amma hələ tam axşam deyil, saat neçədir? Saat 8-dir, axşama doğru burada gətir-götür olacaq. Axşam tərəfi bura olur, gətir-götür. Buraya meyvə istədi. Dediyim kimi, bura Soy Cowboy küçəsidir Bangkokun. Elə gəlib burada keyfiniz istəyən qədər, ürəyiniz istəyən qədər hər cür günaha bata bilərsiniz. Çox rahat-rahat belə, könül rahatlığı ilə Bangkokda olan Bangkokda qalır deyərəkdən burada hər cür günaha bata bilərsiniz. Nəysə, qayda çıxaq edək böyümüz eşiyimizə, qaldığımız yerə. Təzmindən gəldim, bu yerüstü metrolarına mindim. Buna minək, bunun içərisində bir maraqlı bir stansiya var. Növbəti stansiya Nana stansiyasıdır. Onun mənə adını göstərmək istəyirəm sizə. Qız çox maraqlı şəkildə deyildi onun adını. Nana stansiyasını bir saniyə göstərəcəm. Nana. Next station, Nana. Çox maraqlıdır. Next station, Nana. Bəlkə də, belə deyim də, dünyada eşitdiyim ən möhtəşəm stansiya səsləndirməsi ola bilərdi o da. İndi də ara gəlirəm. Bax, burada Bangkokun əsas çayı var. Chao Phraya çayı. O Chao Phraya çayında bir tur eləyəcəm. Şəhər turu tərzi bir şey. Bax, mən hal-hazırda buradayam. Yox, buradayam. Buradayam, mən hal-hazırda buradayam. Belə fırlanıb, belə gedəcək. Buralardan bir yerdən bir şey tapıb qaydaram da. Əsl odur, gedək, qayıtmalı sonra fikirləşər. Bu arada, yəni, Cənub-Şərqi Asiyanın Venesiyası da adlandırırlar Bangkoku. Çünki Bangkokda o qədər çox kanal var ki, yəni az çox, düzdür, bu çayda artıq. Yəni, bu Bangkokun əsas çayıdır, amma Bangkokda çoxlu şey var, kanallar var. Ondan əlavə, yəni, bir dənə məlumat verim. Bangkok hər il 1-3 sm arasında dibə çökür. Yəni belə. Çünki artıq yeraltı sular falan çox istifadə edirlər buralarda. Və get-gedə şəhər çökür. Bunu hardan gelir? City Line hardan? City Line, ha, buraya vurdum. 30 baht cəmi. City Line. This route, yes? 30 baht. Okay. Go 30, come back 30. Go 30, come back 30. Okay. Come back, you buy new again. On 20. Thank you. Aa, ne olur? Korktum ya. Ha. Ben vuruldu oğlum. Ha. Getmək 30, gəlmək 30. City Line. Oturursan, edirsən. Görək necə bir şey. 1 manat 50 qəpiyə. 1 manat 50 qəpiyə gəmi turu. Nə? Bundan artıq nə olsun? Qışın gəmiləri var bunlar. Ayda. Amma bunun orasına çıxmaq olmur. Yox. Pisdir bu. Bunun orasına çıxmaq olmur. Plus da bunu şey edibdilər ya. Hər tərəfini örtübdülər. Heç nə görünməyəcək. Niyə belə? Amma qışın sərindir. Çox qışın sərindir. Qoş. Bunun hər yerini örtübdülər. Böyle.
30 baht deyəndə dalağım saçmışdı bax. 30 baht deyəndə dalağım saçmışdı. An gedirik. Amma yox, çöl qəşəng görsənər bir. Yox. Qəşəng görsənər. Nə lazımdır görürük dərs. Kondisionerli ortamda bu çayın bir o başına gedir, o bir hissəsi gedir, bir bu bir hissəsi gedir. Bir stansiyası oradadır, bir stansiyası buradadır. Belə zigzag şəkildə belə gedir. Fikirləşirəm ki, yəni Bangkokda harası getməyin ən ideal üsulu elə bu şeydir, nədir onun adı? Gəmidir, valla. Yoxsa çox tıxazda qalırsan. Şey də var, düzdür, nədir onun adı? Yeraltı, yerüstü metroları da var, amma gəmi ilə mənə daha uyğun gəlir. Çünki məşhur yerlər sahillərdədir bir çoxsu. Məsəl üçün, buranın ən böyük məbədi sahildədir, sonra Chinatown sahildədir, sonra bir dənə bir məhəllə var idi, ora sahildədir. Elə şeylər falan sahildədir, onun üçün ən salamatı Bangkok gəzəndə budur, gəmidən istifadə etmək. Bu arada Bangkokun ictimai nəqliyyatı istər yeraltı metrosu olsun, istər yerüstü metrosu olsun, istər gəmisi olsun, çox möhtəşəmdir. Həqiqətən çox möhtəşəmdir. Tək bir mənfiləri var, nədir? Bu avtobuslar üçün xüsusi zolaqları yoxdur. Bir dənə mənfilərin onu deyə bilərəm. Avtobuslar üçün xüsusi zolaqları yoxdur. Yəni avtobuslar saatlarla yəni mən 2 saata yaxın avtobusda tıxacda qaldığımı bilirəm. Yəni bir dənə mənfiləri ola bilər, amma dediyim ki, Bangkokun ictimai nəqliyyatı olduqca idealdır. Gəmiləri, yeraltı, yerüstü metroları, avtobusları falan möhtəşəmdir. Bu şeydə kimi deyil də, yəni bir çox şəhərlərdə falan A nöqtəsindən B nöqtəsinə aparır. Bu elə deyil. Bu konkret şəhər xəttidir. A, B, C, D, E falan beşməyəcəm. Bir belə deyim də, dayanacaqları dayana, düşürdə, mindirə, gedir, gəlir. Və burada belə gəldi. Allah, qiyamət günüdür bu. Niyə bir aləmdəydi bir-birinə? Hər şey, çox qarışdı hər şey. Bəlkə mən də buna basım gedim. Bilmədim, yəni nə oldu, kim kimə. Bu ara gedir, bəlkə mən də basım buna gedim. Yəni, qəşəng də mənzərəsi var buranın. Nə bilim, valla. Bilmədim nə oldu, nə olmadı. Neyse, belə bir gəmi turu. Bu arada birdən bilmərsiniz, eləmərsiniz. Bax, gördüyünüz şəxs Tayland kralıdır və onun həyat yoldaşı Tayland kraliçasıdır. Bilmərsiniz, eləmərsiniz, bir gün Taylanda yolumuz düşəndə Tayland kralı haqqında hər hansısa bir pis söz demək, zarafat eləmək və s. və ilaxır cinayətdir Taylandda və sizə həbs eləyə bilərlər. Onun üçün də Taylanda falan gələndə ağlınızda olsun, qəti şəkildə pis bir söz demək, zarafat etmək və s. və ilaxır olmaz. Bundan da əlavə, ümumiyyətlə Taylandda kral hakimiyyəti sevilən bir hakimiyyətdir. Yəni, çünki keçmiş kralları 70 ilə yaxın hakimiyyətdə qalmış keçmiş kralları. Keçmiş kralları olsun, onun atası olsun, onları bir çox, belə deyim, Taylandı bir çox bəlalardan xilas elədiyi üçün, özəlliklə Avropa ölkələrindən falan xilas elədiyi üçün, nə bilim, Yaponlarla da onları bir çox bəlalardan xilas elədiyi üçün, özəlliklə Avropa, yəni bütün hər tərəf müstəmləkə eləyəndə, yəni onlar müstəmləkə olmadığı üçün falan o kral hakimiyyətini sevirlər və kral hakimiyyətinə bir hörmətləri var. Özəlliklə də yaşlı nəsil kral hakimiyyətini çox sevir və kralın dediyim kimi nə özü, nə də ailəsi haqqında Taylandda hər hansısa bir mənfi fikir demək və yaxud da zarafat eləmək qəti şəkildə olmaz. Çünki burada cinayət sayılır. Həmçinin də, məsələn, gördüyünüz bu Tayland pulları
vaxt, adamın gərək vaxtı olsun. Bu Tayland pullarının üzərində də kralın şəkli var və bu pullara qarşı da hörmətli olmalısınız. Pulun üzərindəki şəklə qarşı da hər hansısa bir hörmətsizlik birbaşa cinayət məsuliyyətidir. Həmişə görürdüm, bilmirdim, bundan aldım. Bunu çoxu satırlar. Yəni belə topa ilə satırlar da. Bu Bangkokda məşhur olan bir şeydir. Bangkokda hava falan belə kirli olduğu üçün, hava çox kirlidir Bangkokda. Necə şirinlər. Bangkokda hava kirli olduğu üçün belə şeylərdən istifadə edir. Bu neyinizdən açırsan, açdın, sonra da bunu iyiləyirsən. Möhtəşəm bir şey. Oha! Süper bir şey daha. Buna məncə Bakıya vurum. Çox əcda bir şeydir. Yəqin ki, içində xüsusi otlar, modlar falanlar və imkanları var. Çox əcda bir şeydir, çox. Mən niyə bunu elədim ki? Olacam, bunun ailətçisi olacam. Bütün hər yerdə bu olacaq. Hələ. Nəysə, belə bir şey. Dedim ki, Bangkokda hava biraz təmiz olmadığı üçün bundan tez-tez istifadə edirlər. Bax, bu gözəl hissə, bax. Qaqam banka vurdurur. Bax. Of, necə darıxmışdım bu banka vurdurulmuş insanları görmək üçün. Yəni, banka vurdurmaq, düşünməyin də banka vurdurmaq Azərbaycana xas bir şeydir. Yəni, bax, qaqam hokka. Yaşasın banka vurdurmaq. Bura artıq turistin olmadığı yerlərdir. Turist yoxdur buralarda. Ancaq yerə cəmaat. Belə bir arxa məhəllələr. Qaqamın stilinə bax. Çox bomba stili yoxdur qaqamın. Çox güzel stili var idi. Ptenava burada Grand Palace. Buranın ən böyük və Taylandın belə ən böyük məbədi, Budist məbədi hesab olunur Grand Palace. Çölündən görürsən bəs edir. Həqiqətən yəni heç bir məbədə yəni bir müddət girməyi düşünmürəm çünki qolum indiyində hələ qolum qalxmır mən. Heç bir Budist məbədə ümumiyyətlə girməyi düşünmürəm çünki ümumiyyətlə heç bir məbədə bir müddət girməyi düşünmürəm çünki həqiqətən çox məbəd gördüm. Asiyalılar bu dini mövzularda çox həssasdılar. Yəni belə deyim də çox məbəd inşa edirlər. Mövzu təkcə şeydən getmir. Yəni Budizm məbədlərindən getmir. Yəni baxırsan ki, məsələn, xristian olan yerlərdə kilsə dəhşət çoxdur. Müsəlman olan İndoneziyada, müsəlman olan yerlərdə inanılmaz çox məscid var. Dünyanın ən çox məscidi İndoneziyadadır. Yəni o cəhətdən çox həssasdılar. Asiyalılar. The Grand Palace. Bu arada bu Grand Palace həm də kralın oturduğu yerdir, yəni rəsmi iqamətgah yeridir. Onun üçün də çox ciddi şəkildə qorunur. Həm də dediyim kimi Bangkokun ən böyük Budist məbədi də elə bu hissədədir. Bu Taylandın keçmiş kraliçasıdır. O belə deyim, oktyabrdaydı deyəsən ki, ötən il oktyabrında o
öldü. Amma ya çox hörmət olunan şəxs idi. Çox dəhşət. O öldü. Taylandın keçmiş kraliçası. Artıq dediyim yeni kraliçası var Taylandın. Yeni kraliçə haqqında da bir maraqlı məlumat verim. Keçmişdə Thai Airways'in, buranın hava yolu şirkətidir. Onun stüardessası olubdu. Taylandın indiki kraliçası. Burada bunların Müdafiə Naziri, Müdafiə Nazirliyinin binasıdır bunlar. Bakıda Müdafiə Nazirliyinin binasını çəkə bilərsən. Bunlar da ən qorunmalı şeyi qorunmurlar. Yəni çox bildirirlər də Müdafiə Nazirliyi. Çox, yəni ətrafı bütün top, tüfəng falan, beşməkan. Hər şeylə bildirirlər ki, bura Müdafiə Nazirliyinin binasıdır. Bu avtobusları gördüm, bu şey yadıma düşdü. Amazon yadıma düşdü. Amazonda yadımıza gəlir 2 tosta belə avtobuslardan. Daha doğrusu belə deyildi, daha xırdaydı, amma onların da pəncərəsi yox idi. Burada da pəncərə yox. Yəni, qəti şəkildə anlamıram ki, mən hal-hazırda burada nə edirəm, amma buranın sədərə üçün bir yerdir. Yəni, çünki qəti şəkildə məlumatım yoxdur ki, bura necə gəldim. Qəti. Hərənin fırlandım, bu yol gətirdi, Chinatown'a çıxartdı təzədən məni. Yəni, burada Chinatown. Acından öyrəm bir şey tapım burada yiyeyim. Ürəyim qurbağa istirəsində. Burada qurbağalarda verirlər. Qurbağa yemək istəyirəm. Amma harada verirlər onu. Haydi ki, işləməz olmunu. Mən kardeş, toyuğumu yeyim. Mənim ki, toyuq. Çıqıra da qalmışam olsun. Mən toyuğumu yeyim. Mənim nəyimə lazımdır. Qurbağa tapanmadıq, toyuqla yola verərik. Amma heç yaxşı olmadı bu qurbağanın olmamağı. Mən günə qurbağa olmadan çünki başlaya bilmirəm. Həmin gün, yəni mən onsuz da bu gün qurbağa yeməmişəm. İtə dönmüşəm. Neyse, toyuğumuzu yiyək. Bu arada Bangkoka Cənub-Şərqi Asiyanın Venesiyası deyirlər. Venesiyada nə qədər yeri deyirlər. Hər yerdə Venesiya, falan yerin Venesiya. Hə, neyse. Çünki kanalları boldur, bol kanalı var. Saysız hesabsız kanalı var Bangkokun. Əlavə olaraq da Bangkok şəhəri hər il 1 santim, 3 santim arası belə sökür. Çünki yeraltı sularından falandan beşməkandan çox istifadə edirlər. Bangkok şəhəri həm də çox yükləndiyi üçün sökür. Belə. Buna görə də Cənub-Şərqi Asiyanın Venesiyası deyirlər Bangkok şəhərini. Venesiya oxşuyur bura. Dedim bir çıxaq bir gəzəyə. Böyle akşam neleri var bunların. Kaldığım yerin yakınında bir akşam bazarı var. Geleceğim oraya. Dedim bir akşam da çıkım gel. Akşam da işləmərsən daha da. Bunlar da doğrudan belə panyetka yoxdur. Gecə saat neçədə? Akşam saat 11'də. 11'də o bunu deşmərsən də kardeş də. Eləmədən olar da. Təsəvvür görə burada biri yatır. Yəni Asiyada ümumiyyətlə bu yəni şey daha, yəni çox belə çox Asiya demək, Cənub-Şərqi Asiyada belə çox önəmsəmirlər ki, yəni yatan var, duran var, falan var, beşikən var. Asiya. Bu arada yəni Cənub-Şərqi Asiyada maşın, motosiklet fərq eləmir. Sola dönmək həmişə sərbəstdir. Yəni sola dönürsənsə həmişə yol sənindir. Yəni daha doğrusu yəni qırmızı falan gözləməyə ehtiyac yoxdur da. Yəni sola dönürsənsə dön. Yəni heç bir şey gözləməyə ehtiyac deyil bacıoğlu. Bilirlər. Mən hara gedirəm yenə dişimi düzəltdirməliyəm ya. Dişimi düzəltdirməyə gərək. Azərbaycana bir dənə bunun üçün qayıtmağa dəyər də. Yəni Azərbaycan qayıtıb dişlərimi 2000 nə də?
2000 bahta şey qoyur. Hə. Briketi 2000-ə qoyur. Briket nə qədər? 2000 nə qədər? O. Məncə briket neçə olur? Ha, bax burada qiymətlərini yazır. Dişi. Təmizləmə 1000 baht. O 1000 baht. Nə qədər eləyir 1000 baht? 50 manat. 900 baht da 50 manat ha. Yaxşı, normal qiymətlərdir. Qaqamı alacaqlar. Qaqa allanma, minmə. Tuktuka minmə. Heç vaxt tuktuka minməyin. Tuktuk alladır. Ümumiyyətlə ki, gəlib eləsəz, Cənub-Şərqi Asiya, da Taylanda gəlsəz, no. Qəti şəkildə. Qrəb yükləyin telefonunuza, qrəb. Hər yerə qrəblə gedin. İstəyir qrəbin motosiklet taksini sifariş verin, o gəlsin. O aparsın sizə, əgər bagajınız falan 5 milyon yoxdursa, ya da istəmirsinizsə, deyirsinizsə ki, motosikletdən mən qorxuram falan 5 milyon, o zaman normal taksini çağırın, o gəlsin, aparsınız. Amma tuktukdur, falandır, 5 miljondur, yol taksisidir. Bunlar bacı, od qiyməti, od. Bu da bir başqa akşam bazarı var. Böyle bir. Ama bura konkret yani akşam bazarıdır, o şeylerden değil. Nədir onun adı? O onlardan da var burada ama yani daha çok yemeğe zaten böyle şeydi. Burada nəsə yaxşı şeyler olmayan yerlerdir buralar. Bura heç də yaxşı şey yoxdur burada. Gördüğünüz kimi heç də yaxşı neyse kamerayı söndürüm, devam eləyər. Zafət edirəm. Orası sonra gələr. Bu arada bu ping pong yazısı falan görürsünüz. Super ping pong. Bu super ping pong yani o çok məsum bir şey değil ve çok belə başka şeydir. Onun için ping pong falan 5 milyon belə şeyler görüp buralarda şeyləməyin. Düşünmüyorum ki, ne geçen burada ping pong oynuyorlar falan, yok öyle şeyler değil, başka şeyler de olur. Neyse, belə yerlərdə çox video, foto falan 5 milyon çəkməyə. No, by myself. Neyse, belə yerlər myself. Neyse, belə yerlərdə falan çox video, foto çəkməyə icazə vermirlər. Hamı tökülüşür üstüvəki, söndür onu. Neyse, elə videonu burada yekunlaşdıraq. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidiylə sağ olun.